18 min insan dəvət elədi. İmam Kufəyə gəlib çatana qədər Kufədən gəlib İmam Hüseynə qoşulan insanların sayı barmaq sayından az oldu. Niyə belə oldu? Səbəb nə idi? Səbəblərdən biri iqtisadi idi və bu ciddi səbəbdir. Kufədə söz sahibi 4 dənə o başçı idi. Onlar nədirsə o idi. Bu 4 dənəni İbn Ziyad çağırdı. 4 dənə başçını. İbn Ziyad bu 4 nəfəri çağırdı, dedi ki, əgər bir nəfər Kufədən gedib Hüseynə qoşulsa, sizə gələcək pulu unudun. O Beytülmaldan ki sizə gəlir, siz də qəbilələrinizə göndərirsiniz, o pulu unudun. Bu 4 başçıya da, ola bilər sənə tabi olan, məsələn, ərazidən kimsə getməyib, ümumiyyətlə Kufədən bir nəfər getsə, sənin ərazindən yox. Kufədən bir nəfər getsə, dördünüzə də gələn, Beytülmaldan gələn pulu unudun. Ona görə Müslüm çöndü, gördü arxasında heç kəs yoxdur. Baxdılar bir Müslümə, bir də Beytülmaldan gələn pula. Ya Müslümün arxasında dayanmalısan, o Beytülmaldan gələn pul kəsiləcək, ya da pulu qəbul eləməlisən, yəni Müslüm Allaha təvəkkül. Neynədir? Müslüm də bağışlayır da bizi. Ailələrimiz var, çətinliyə düşərlər. Beytülmaldan pulumuz kəsilər, imtiyazlarımız kəsilər. Ona görə bayaq duada dedim, yadıca düşür, dedim bu təhlil olunmalıdır. Ki buyurur, və ümmətən zəhərət əleykum, lənət olsun o ümmətə ki, bir-birinə kömək elədilər sizin əleyhinizə. Belə kömək elədilər, ha. Bir-birlərinə kömək elədilər ki, heç kəs gedib Hüseynə qoşulmasın. Kufədə bir üstünə baş verdi. Hamı bir-birini güdürdü, qapını açır, baxırdı, birdən qonşu gedər, o gedər, birdən küçədən kimsə gedər, xəbərimiz olmaz. Niyə? Birdən buradan kimsə gedər, hamımıza gələn pulun qabağı kəsilər. Hamı başladı bir-birini güdməyə ki, gedən olsa da tez xəbər verə ki, bunun qabağını alın, buradan getməsin. Gedər, bədbəxt olarıq, pulumuzun qabağı kəsilər. O bunu deyir, Ziyarət Aşurada ki, bir-birinə kömək elədilər, sizə zülm eləsinlər. İbn Ziyad heç nə eləmədi. 4 nəfəri çağırdı, dedi ki, Beytülmaldan gələn pul qutardı. Bu 4 nəfər ümmət Kufəyə dedi, Kufə özü düşdü İmam Hüseynin yanındakiləri boşaltmağa. Ona görə kimsə Kufədən gedib Hüseynə qoşulubsa, o çox fövqəladə bir iş görüb. Məsələn, Həbib, Müslümün olsaca bunlar Kufədən gediblər də. Bunlar çox fövqəladə insandılar. Kufənin bu vəziyyətinə baxanda ki, hamı bir-birini güdür ki, Kufədən kimsə getməsin. Həbiblə Müslüm Kufədən gedib İmam Hüseynə qoşulanda görürsən ki, bunlar çox böyük insanlardır və çox böyük iş görüblər.